Əziz izləyicilərimiz, hər birinizi salamlayıram. Bugünkü qonağımız əməkdar jurnalist, tanınmış yazıcı, Masalının fəxri ziyalılarından biri olan Zakir Abbasdır. Zakir müəllim, sizi salamlayıram. İnanıram ki, müsahibimiz gözəl olacaq. Təbii ki, mən sizi illərdir tanısam da sizlə görüşməyimiz qismət olmamışdı. Bugün mənim üçün də, kollektivimiz üçün də, saytımız üçün çox qürur vericidir ki, Zakir Abbas Cənubi səsinə müsahibə verir. Təşəkkür ederim. Başlayaq. Buyurun. Təşəkkür ederim. Həyat və yaradıcılıq yolunuzdan istəyərdim biraz bəhs edəsiniz. Adi kəndçi ailəsində anadan olmuşam. Kasagül kəndində. Onu ruslar o vaxt elə Kasagül yazıblar. Elə də indi də davam eləyir. Əl çəkə bilmirik də bu ruslardan. Mən çalışmışam o kəndin adını demək, öz bərpa eləyək, dəyişdirək ki, onun adı tarixən Kasagüldür də. Kasagül. Nəsə, orada ibtidai məktəbi demək, birinci sinifini, onda ibtidai məktəbi idi kənddə. Orada oxudum, sonra 2, 3, 4, 5-ci sinifləri Bədirli 8-lik məktəbində oxudum. 6, 7, 8-ci sinifi Binək Hoca var, üzr istəyirəm, Böyük Hoca var. Böyük Hoca var məktəbində. 9, 10, 11-ci sinifi isə Nəriman Nərimanov adına 2 nömrəli şəhər, Masallı şəhər orta məktəbində oxumuşam. Sonra da gedib təhsil orada da tərxis olunandan sonra Rus dili ədəbiyyatı institutuna daxil oldum. 74-cü ildə oranı bitirdim. 3 il oxuduğum 2 nömrəli Masallı şəhər orta məktəbində də müəllim işlədim. Sonra həyat elə gətirdi ki, mən Bakıya köçməli oldum. Ailə vəziyyəti, biraz da müdafiə falan. Orada başladım işləməyə. Mədəniyyət Nazirliyində folklor şöbəsində işlədim. Televiziyada da eyni şöbədə işlədim. Ocaq verilişi, bilməm, yadınızda var. Sizin zamansınız, bəlkə də o vaxtı bilməzsiniz. Amma yaşlılar çox yaxşı yaddaşlarda qalır ki, həmişə mənə Ocaq Zakir deyərdilər. 2003-cü ildən 2005-ci ildən 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim işlədim. Ssenari yaradıcılığından dərs edim. 75 yaşım tamam oldu. Artıq 2 ildir gəlib öz kəndimizdə, Kasagül kəndində yaşayıram. Zakir müəllim, bu günləri həm yazıcı kimi, həm də bir jurnalist kimi ölkədə tanınan bir isimlərdənsiniz. Təbii ki, mən belə düşünürəm ki, yazıcılıq ilə jurnalistik arasında bir çətinlik olurmu sizin üçün? Təbii, bunlar başqa-başqa sahələrdir. Əslində, jurnalistika, bugünkü jurnalistika ilə götürsək, bir o qədər də mən öz fəaliyyətimdən razı deyiləm. Baxmayaraq ki, dövlət mənə prezident əməkdar jurnalist adını verib, təşəkkür edirəm, sağ olsunlar. Və uzun müddət mənim fəaliyyətimi qiymətləndirib. Amma gəlib jurnalist kimi bir günləri jurnalistikanın vəziyyətindən danışmağa mən bir o qədər də sərbəst danışa bilmirəm. O mənada ki, əziyyət çəkirəm ki, niyə jurnalistikamız 4-cü hakimiyyət bugün bu vəziyyətdədir. Hələ sizə uzağa getməyəm. Bu günləri bax, məni dəvət elədilər Masallıdakı demək, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon şöbəsinin iclasına. Orada müəyyən deyəsən struktur dəyişikliyi oldu, rəhbərlik dəyişildi. Uğurlar da arzuladım onlara. Qaldı ki, və orada dediyimi yenə də deyirəm. Jurnalistikanın səviyyəsi, bugünkü səviyyəsi məni bir vətəndaş kimi təmin eləmir. Nə üçün? Qələm və söz. Müqəddəs kitabımızda da Allah
qələmə və sözə and içir. O qədər müqəddəsdir, qələm də, söz də. Amma görək, bugün jurnalistika həmin o ilahi anda riayət edə bilirmi? Bax, buna hər cavabı verməkdə mən çox çətinlik çəkirəm. Qaldı ki, dediniz ki, yazıcı və jurnalistika. Jurnalistika sadəcə olaraq mövcud vəziyyətin güzgüsüdür. O mövcud vəziyyət ki, operativ şəkildə, vicdanla təqdim olunmursa, əlbəttə ki, burada jurnalistikadan danışmağa dəyməz. Baxıram, rayon qəzetinə baxıram, Yeni Həyat qəzetində. Orada çıxışımda da dedim və bir də təkrar eləməyi çəkinmirəm. Bir 4 səhifəli, 8 səhifəli qəzetdir gərəkdir. 8 səhifəli qəzetdir. 23 yerdə eyni adamın təkrar paylaşması lazım. Belə jurnalistika yoxdur, ola bilməz. Söhbət qəzetdən gedirsə, oxusunlar Zərdabi nə deyib? Sonra bizim o görkəmli şəxsiyyətlər jurnalistika haqqında nə deyib? Heç olmasa onun bir 10%-ni, 15%-ni riayət eləsələr, vallahi jurnalistlərin də hörmət olar, yazının da, qələmin də, sözün də qiymət olar. Bax, bu günləri mən bu barədə qaldı ki, mənim şəxsi yaradıcılığıma, mən əsasən tərcüməçiyəm. Təxminən bir, məsələn, deyək ki, Drazeri mən tərcümə eləmişəm, Dostoyevskini tərcümə eləmişəm, deyək ki, Fransız yazıçılarını, Avropa yazıçılarının bir çoxunu tərcümə eləmişəm də adlarını çəkməyə ehtiyac yoxdur. Tamerlan, məsələn, Jose Mazepinin Tamerlan əsəri. Onu da deyim ki, 2020-ci ildə mən tərcümə elədiyim Tamerlan əsəri ən yaxşı tərcümə kimi qəbul edildi. Özümün də bir 3-4 belə kitabım var, məsələn, Kənar Adam, sonra Kənar Adamın Ocağı, bir də ki, yazıya pozu yoxdur, belə bir adlarla kitabımda çıxıb. İndi də hal-hazırda Düşüncələr kitabını hazırlayıram. Zakir müəllim, regional jurnalistikanın inkişafı üçün hansı dəstək və islahatlara ehtiyac var? Bildiyiniz kimi, Masallıda bir çox xəbər saytları, digər regionlara baxanda Masallıda daha çoxdur. Həm yerli xəbər portalları, həm dövlət qəzetləri, amma müəyyən çətinliklər var. Bu çətinlikləri siz bizdən daha çox yaxşı bilirsiniz. Hal-hazırda hansı islahatlara ehtiyac var? Yəni, sizin bunlara qarşı fikirləriniz necədir? Tənqid eləmək asandır. Amma bunu həyata keçirməyin problemləri var. Bu problemləri üçün, aradan qaldırması üçün ilk növbədə söhbət jurnalistikadan gedəndə cəsarətli jurnalistikadan söhbət gedir. İlk növbədə cəsarətli jurnalistikadan söhbət gedir. O yoxdur. Nəsə bir jurnalistlər arasında bir xof var, qorxu var. Bilmirəm nədən. Şükür Allah, demokratik bir ölkədə yaşayırıq. Hər şey demək mümkündür. Burada axı nə üçün çəkinməli və qorxmalıyıq? Məsələ biraz, nə bilim, əgər bunun detallarına geçsək, bunun dərinliklərinə geçsək, mən elə gəlir ki, bunu hamı görür, hamı bilir. Bu mənada, yəni bugünkü çıxışımda da dedim ki, bilirsiniz necə? Birinci növbədə qələm sahibinin cəsarəti olmalıdır. Cəsarətli söz deməyi bacarmalıdır. Ona görə yox ki, sən haqsız söz deyəsən ki, cəsarətli və əsaslandırmaq lazımdır. Sözün qiymətini yerə salmaq lazım deyil. Əsaslandırmaq lazımdır. Əgər bunu əsaslandırmağa sənin gücün çatmırsa, demək heç onu deməyə dəyməz. Mənim bu dostum var, Kəramət Böyükçöl, bəlkə də tanıyarsınız. Mən istərdim ki, bizim gənclərimiz, yazarlarımız ondan öyrənsinlər ki,
yazmaq necə yazmaq olar? Sözü necə demək olar? Bir var, sözü üzr istəyirəm, çəpəsən. Bir də var ki, çatdırasan. Bu mənada mən yazıçı gənclərimizə, jurnalistlərimizə demək istəyirəm ki, bir qədər cəsarətli olsunlar. Cəsarət sözünün arxasında bəzi yozmalar da yazıla bilər ki, nədir üzr istəyirəm də ifadəmə görə? Nə eləməlidir? Təhqir eləməlidir? Yox. Təhqir eləmək üçün cəsarət lazımdır. O da əslində şəxsiyyətin özünün ünvanıdır o. Amma sözün cəsarəti var. Söz deməyin cəsarəti var. Bunun üçün bilik lazımdır. Bilik əldə eləmək lazımdır. Təcrübə əldə eləmək lazımdır. Çox sağ olun, dəyərli fikirlərinizə görə. Mən sizin yazılarınızı həmişə izləyirəm, həmişə sizin yazılarınızdan istifadə edirəm. Yazılarınızda Masalının ruhunu, Cənub bölgəsinin kvalitetini tez-tez hiss edirəm. Bundan əlavə sizə bir sual vermək istəyirəm. Bu şuurlu seçimdir, yoxsa təbii gələn bir şeydir? Bizim evimizin ata evində ikinci mərtəbədə adətən yay aylarında ikinci mərtəbədə gecələrdə saat 1-ə kimi, gecə saat 1-ə kimi, 2-ə kimi yuxuya adam gedə bilmir də. Elat gedərdi. O vaxtı Elat gedərdilər. O bir rayonlardan gəlib yardımlı tərəfə Elat gedərdi. Orada bir köç saxlayardılar gecəni. Orada elə gözəl səslər eşidirdim ki, hələ o bir-birini çağırırdılar. Hətta bayatlar deyirdilər. Orada mən eşidirdim və qonşumuza da bir təzə gəlin gəlmişdi. Vəciyə gəlinbazı deyərdik ona. Vəciyə gəlinbazı. Vəciyə. İndi də qadir, Allah ona can sağlığı versin. Biraz göz barədə xəstəliyi var. O ilk dəfə idi ki, mən övladına elə Layla deyən anaya, gəlinə rast gəldim. Və onun səhəri günü mən onu gedib qucaqladım ki, nə gözəl Layla deyirsən. Və o vaxtdan elə bir ki, o ruh belə çöktü də, çöktü. Və özüm də mənə elə gəlir ki, mən elə bir böyük iş görməmişəm. Mənim bəlkə də təbiətən qanıma, iliyimə qopan bir hissdir. Burada mən belə bir qəhrəmanlıq görmürəm mən. Zakir müəllim, heç fikirləşmişsiniz ki, Zakir Abbas yazıçı yox, jurnalist yox, başqa bir peşə, yenidən həyata gəlsəydiniz ya başqa bir peşə ilə məşğul olardı? Hərənin bir yazısı var. Kim o yazıya inanır, inanmır, onun öz işidir, öz problemidir. Şəxsən mən yazıya inanıram. Nəyə görə inanıram? Bilirsiniz, bizim masallı mühitimiz, mən sizə çox deyim ki, qabaqlar ki, sərhəd var idi. Tələbə vaxtı biz gələndə bizi ruslar orada yoxlayırdılar ki, hara gedirsən, nə bilim nə, biz tələbə biletini də göstərirdik filan. Bir neçə hələ davaya da düşmüşəm ruslarla. Hələ qoy onu da deyim ki, bir dostumun toyudur, mən gəlməliyəm. Orada bir rus çıxdı ki, sənin arayışın yoxdur, səni buraxmayacaq filan. Əməlli başlı əskərlə bir balaca davamızda düşdü, ayırdılar. Neftçaladan keçib, oradan gəldim Xırmandalı tərəfdən piyada gəlməli oldum yəni. Və özümdə bir nifrət hiss elədim ki, bu həyatdır, bu nə ölkədir, bu nə millətdir. Biz harada yaşayırıq? Mən öz evimə getməyə ruslar məni buraxmır. Yəni prinsipcə belə hallar olub və o vaxtdan da biraz mən buna bəziləri bunu özünün milli ruh deyir, nə bilim nə deyir falan. Bu təbii bir şeydir mənə deyir ki, təkcə bunu mən yox, bir neçə gənc də bu hissləri yaşayıb. Odur ki, mənə elə gəlir ki, bunun üçün müəllim olmaq, kiminsə sənə müəllimlik eləməyə ehtiyac yoxdur. Onu təbiət özü, mühitin özü yetişdirir. Zakir müəllim, daha bir sual vermək istəyirəm. Cənub bölgəsi üçün medianın gələcəyini hal-hazırda necə görürsünüz? Narahatlıqla yoxsa? Təkcə medianın, Cənub bölgəsinin mediası ilə yox. Bilirsiniz, necə deyim, mən çətinlik çəkirəm buna ki, elə cavab vermək istəyirəm ki, siz onu montaj vaxtı silməyəsiniz. Mənə elə bu sizə kifayət edir. Aydın. Sizin haqqınızda bir roman yazsalar, məsələn, o romanı necə təsəvvür edirsiniz? Daha çox necə olmağını istəyərdiniz ki, Zakir Abbas haqqında roman yazılır? Valla mən özümü təsəvvür edirsiniz? Mən özümü o dərəcədə roman
obrazı kimi, nə bilim, ki mənim barəmdə roman yazılsın, heç mənim xəyalıma gəlməz bu. Çünki mən elə gəlir ki, mən elə bir iş görməmişəm ki, belə bir, nə bilim, mənim barəmdə roman yazılsın, şeir yazılsın, nə bilim. Düzdür, mənə bir neçə şeirlər yazıblar, ithaf eləyiblər, amma bu belə gündəlik bir xüsusiyyət kimi bunu qəbul eləmişəm. Və çox belə çətin sualdır. Bu, mən özümü təsəvvür eləyə bilmirəm, hansı bir romanın baş qəhrəmanı olum, nə bilim, elə bir şey təsəvvür eləyə bilmirəm. Amma özüm haqqında yazsam, mən fikirləşirəm ki, özüm yaza bilərəm. O da roman yox, sadəcə olaraq necə deyim, əzabın zirvəsi. Belə bir ad qoyardım ona. Əzabın zirvəsi. 78 yaşda nə demək olar ki bu barədə? Özüm haqqında, mən təsəvvür eləyə bilmirəm ki, mənim barəmdə bir roman yazılsın. Kim yazarsa ona ona məsləhəti var ki, olar ki, zəhmət çəkməyin. Bir həyatda yaşamışıq, bir ömürdə yaşamışıq. Zakir Abbasın heç vaxt yazmadığınız, amma içərinizdə çox şey var. Bir hekayəniz var. Çox şey var, çox şey var. Cənubun Səsi artıq 5 ildir ki, fəaliyyətdədir. Özümüzə gələn fevral ayında Cənubun Səsinin 5 yaşı münasibəti ilə doğma elin siması. Təbrik edirəm indidən. İndidən təbrik edirəm. Kitabı işıq üzrə gələcək və bu bizim kollektivinin masallı ziyalılarına həsr olunmuş bir, necə deyərlər, işidir. Və istəyərdim sizin də bizə arzularınızı dinləmək istəyərdim. Mən yenə də deyirəm, valla bir yaxşı xəbər eşidəndə masallı haqqında, ümumiyyətlə təkcə masal yox, Respublika haqqında bir yaxşı xəbər eşidəndə, bir uğur eşidəndə elə bilirəm ki, bunu mən eləmişəm. Yəni özümə ki, nə yaxşı ki mən yaşayıram, hələ bu günü də gördüm. Mən arzulayıram ki, elə bir gün olsun ki, rahat nəfəs alım, hələ yaşamağa dəyər.